Son aylarda məktəblərdə baş verən zorakılıq, aqressiya və təhlükəli davranış halları ilə bağlı xəbərlərin sayının artması cəmiyyətin həyəcan təbili çalmasına səbəb olub. İlin əvvəlindən başlayaraq mediada yayılan məlumatlara əsasən ölkənin müxtəlif bölgələrində onlarla belə hadisə qeydə alınıb. Bu hadisələr arasında şagirdlər arası dava və bıçaqlanma, müəllimə hücum, fiziki zorakılıq, təhdid və özünə xəsarət yetirmə halları var. Oxşar insidentlərin paytaxt da daxil olmaqla ölkənin müxtəlif regionlarında baş verməsi problemin ayrı-ayrı məktəblərlə məhdudlaşmadığını, daha geniş və sistemli xarakter daşıdığını göstərir. Eyni zamanda məktəblərdə təhlükəsizlik, psixoloji mühit və profilaktik tədbirlərin effektivliyi ilə bağlı suallar da gündəmə gətirir. Bəs yeniyetmələrdə aqressiv davranışın səbəbi nədir? Uşaq birazca belə getsin, dostları ilə əylənsin, avarasan. Yeniyetmə birazca belə yeniyetmə ya da erkən gənc birazca belə şeyləsin ki, bəlkə bir dənə belə ideyam var, onu gerçəkləşdirin, boş-boş işlərlə məşğul olsan. Biz uşaqları, yeniyetmələri, erkən gəncləri məcbur eləyirik ki, onlar 50 yaşında bir kişi kimi düşünsünlər, 50 yaşında bir qadın kimi düşünsünlər və ona uyğun davransınlar. Və sonra da deyirik ki, bu gənclərdə, bu yeniyetmələrdə bu qədər aqressiya, bu qədər nifrət, bu qədər depressivlik niyə yaranır? Arzuları, istəkləri, enerjisi, potensialı boğulmuş bir gənc ən təhlükəli fərddir cəmiyyət üçün. Müəllimlə kobud danışmaq, valideynə sərt cavab vermək, dərsdən yayınmaq və ya yaşıdları ilə tez-tez mübahisə etmək son dövrlərdə yeniyetmələrlə bağlı ən çox eşidilən şikayətlərdəndir. Mütəxəssislər cəmiyyətin belə uşaqları tərbiyəsiz adlandırdığını, əslində isə onların hər davranışının arxasında görünməyən səbəblərin olduğunu deyirlər. Yeniyetmə yaşadığı çətinliyi hər zaman sözlə ifadə edə bilmir. Bəzən bunu aqressiya ilə göstərir. Bəzən dərsdən uzaqlaşmaqla, bəzən isə tamamilə susmaqla. Sosioloq Sənubər Heydərovanın fikrincə, problemli davranış göstərən yeniyetməyə yalnız qayda pozan uşaq kimi baxmaq düzgün yanaşma deyil. Davranış problemi göstərən yeniyetmə uşaq mütləq hansısa problemin içindədir və bu problemdən necə çıxacağını bilmir və bu problemin əlində aciz qalıb, buna görə də kömək istəyidir bu. Çünki onlar bizim kimi düzgün cümləni qurub, mənə kömək elə, mənim falan dərdim var deyə bilmirlər. Onlar bunu davranış problemindən göstərirlər, onlar bunu akademik problemdən göstərirlər. Mütəxəssis deyir ki, yeniyetmənin davranışını anlamaq üçün onun yaşadığı mühitə baxmaq lazımdır. Çünki uşaq davranış modellərini ilk növbədə ailədə, daha sonra məktəbdə və ətraf mühitdə öyrənir. Sosioloq hesab edir ki, iqtisadi çətinliklər, dolanışıq qayğıları və gələcəklə bağlı narahatlıqlar böyüklərin davranışına təsir edir. Bu da öz əksini uşaqların davranışında tapa bilir. O, xüsusilə oğlan uşaqlarına yönələn sosial təzyiqə diqqət çəkir. Mütəxəssisin fikrincə, zəif olma, kişi kimi davran kimi mesajlar emosiyaların ifadəsini zəiflik kimi göstərir. Nəticədə, bəzi yeniyetmələr problemlərini danışmaq əvəzinə onu aqressiya ilə ifadə edirlər. Bu da uşaqda birdən-birə baş vermir, birdən-birə alınmır. O hardasa nə isə görür, həmin şey ona çox möhkəm təsir eləyir və həmin təsirin altında və yaxud həmin təsirin ağrısı ilə o hərəkəti eləyir, o zorakılığı eləyir. Ola bilsin ki, normallaşdırılıb. Ola bilsin ki, evdə zorakılıq normallaşdırılıb. O uşaq üçün gözünü açandan, məsələn deyək ki, anasının döyülməsi, vurulması, söyülməsi okeydir, normaldır. O uşaq o mühitdə böyüyə-böyüyə, o elə bilir ki, kimisə vurulmağı, döyülməyi, alçaldılması, söyülməsi okeydir, bu normaldır. Mən də bunu eləyə bilərəm. Çünki niyə? Mənim ən çox inandığım insan, atam və anam bunu eləyir. Çünki uşağın başqa inandığı insan yox, ən çox inandığı insan onun valideynləridir. Yəni müəyyən bir yaşa qədər. Ancaq psixoloqlar aqressiyanı yalnız ailə faktoru ilə izah etməyin doğru olmadığını deyirlər. Onların fikrincə, yeniyetmələrin özünü ifadə etmə imkanlarının məhdudlaşdırılması da mühüm amildir. Psixoloq Fuad Əsədov da deyir ki, yeniyetməlik insanın özünü tanıdığı dövrdür. Lakin bu yaşda gənclərin maraq və təşəbbüsləri çox vaxt ciddi qəbul edilmir. Yeniyetmədən həm uşaq kimi itaət etməsi, həm də böyük kimi davranması tələb olunur. Bu ziddiyyət isə aqressiya, dərsdən uzaqlaşma və ya özünə qapanma ilə nəticələnə bilər. Bir gənc depressiya yaşayır, təşviş yaşayır, nə bilim, başqa bir sıxıntı yaşayır. Bizimkilərin dediklərinə baxın. Özünə əla al, sakit ol, əşi səndən asılıdır.
Bu qədər asandırmı bu proses? Bax, anlamaq buradan başlayır. Adamın bir problemi var. Bax, bizim cəmiyyət şeydir, fizioloji problemi anlayır. Psixoloji problemi anlamır. Psixoloji problem elə düşünər ki, yaşayan insanın günahıdır, ona prosta məsləhət vermək lazımdır ki, belə eləmə, depressiyaya düşmə. Psixoloq hesab edir ki, cəmiyyətdə psixoloji problemlərə münasibət də vəziyyəti ağırlaşdırır. Onun sözlərinə görə depressiya və təşviş yaşayan yeniyetmələr çox vaxt özünü ələ al, sakit ol kimi reaksiyalarla qarşılaşırlar. Psixoloji problemlər çox vaxt ciddi qəbul edilmir və şəxsin zəifliyi kimi qiymətləndirilir. Bu isə yeniyetmələrin kömək istəməsini çətinləşdirir. Onları yaşadıkları çətinlikləri gizlətməyə vadar edir. Psixoloqun fikrincə, problemli davranışın yalnız nəticəsinə deyil, onun arxasında duran səbəblərə də diqqət yetirilməlidir. O hesab edir ki, ailədə münasibətlər yalnız qadağa və cəza üzərində qurulduqda, uşaqlar səhvlərini etiraf etməkdən və problemlərini bölüşməkdən çəkinirlər. Bu isə bəzən daha zərərli qərarlara yol açır. İndiyə qədər birinə, yəni söhbət gedir təbii ki, yeniyetmədən falan, verilən məsləhətin onu pis şeyə yönləndirməsi, pis şeydən daha doğrusu uzaqlaşdırması ehtimalı 0%-dir. Deyəcəksiniz ki, niyə bu uşaqlara falan məsləhət verməyəkmi? Məsləhət verməyin. Neyiniyin? Nümunə olun. Neyiniyin? Neysə onların anlamasına kömək olun, amma ən birinci də özünüz onları anlayın. Mütəxəssislər deyirlər ki, yeniyetmələrdə aqressiv davranışın arxasında adətən bir neçə amil dayanır. Ailə daxili münasibətlər, sosial təzyiqlər, zorakılığın normallaşması və psixoloji problemlərə laqeyd yanaşma, açıq informasiya resurslarında həssas və zorakılığa meylli məzmunlara məruz qalma və s. Bu qəbildən məsələlər bu davranışlara təsir göstərə bilir. Nəticədə bu məktəbdə dava-dalaş, kobud davranış, dərsdən yayınma və ya özünə qapanma kimi biruzə verir. Son aylarda məktəblərdə qeydə alınan hadisələr fonunda qanunvericiliyə bəzi dəyişikliklər də müzakirə olunur. Təkliflərdən biri 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə fərdi hesab yaratmasının məhdudlaşdırılmasıdır. Bundan başqa, ümumtəhsil məktəblərində TikTok da daxil olmaqla 200-dən çox riskli məzmuna giriş məhdudlaşdırılıb. Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu addımların məqsədi uşaqların sağlamlığını və psixoloji rifahını qorumaqdır. Onun sözlərinə görə, araşdırmalar sosial şəbəkələrdən həddindən artıq istifadənin uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərdiyini ortaya qoyur. Mütəxəssislər isə hesab edirlər ki, problemin həlli yalnız məhdudiyyətlərlə mümkün deyil. Onların fikrincə, aqressiv davranışın arxasında duran səbəbləri vaxtında görmək və müdaxilə etmək daha vacibdir. Çünki yeniyetmə hər zaman kömək istədiyini sözlə demir, bəzən bunu davranışı ilə göstərir.